Buyurun. Yazılımı koyuyorum. Oxumayın, şifahi deyim. Siz yazmansınız ona. İndi şifahi deyim bizə ki, siz bilən nə fikirləşiniz evdə buradakı təlimdən ilhamlanaraq ki, biz də filan şey eləyə bilərik. Buyurun. Demək, həqiqətən siz düz buyurdunuz ki, biz özümüzü tanıdıq burada, özümüzü kəşf elədik. Siz dediklərinizin hamısı bizdə var, amma biz bilmirdik ki, bunları bizdə var, biz bunları həyata keçirə bilərik yoxdur. Əşlədə bunu həyata keçirsiniz. Mən düşündüm ki, bunlar ilhamlanıcı, demək bizim bütün bitkilərin, meyvələrin hamısının silkəsini hazırlayıram. Bu meyvələrin həm rəqqəsini, həm bu bitkilərin rəqqəsini, həm də qurudulmuşunu hazırlayıram. Bizim ailəlikcə birlikdə bu işlərdən mənə qızım çox edir. Amma ailəmizdə bizim arqa təklərimiz var. Yoldaşım baxır, qızım və mən bunu çox edir. Demək ki, arqa təklərdən hazırladığımız bu balıqçı var, şarı var, süzməsi var. Biz bunları bazarda çıxarmışıq, biz ballarla həmişə də bildirik. Amma məsələn, bu mürəbbələrçi var, qonşu gəlir çay içəyəcək, bu satışa çıxarırsın, bir tutadan yararlanır. Mən fikirləşərdim, çox arzulayardım ki, hər hansı bir gözəl bir yerdə bir çay evim olsun. O balı, o mürəbbəli, o quru meyvələrdən hazırlanmış şiriniyatları ilə bilirik ki, hamıqətdən, şəkərdən imtina edirlər. Orqanik təbii meyvələrdən, quru meyvələrdən, istəyilmiş meyvələrdən hazırlanmış o şiriniyatları, o mürəbbələri, o hamının həsrətlər bizə balı zırlar, tutarmı, deyə qalırmı, deyə sorduğu balları orada insanların xidmətləri və sərmayə götürək, artıraq. Məsələn, bizim bilirik ki, siz fikirləşdiniz. Bəs bu dediklərinizi evdəkilərlə müzakirə elədiniz. Görün bizdə belə bir şey var. Belə bir şey var. Amma indi belə bir şey var da, arıyı hamı saxlayanlar bilir ki, bahar yaşamalıdır. Aran, yaylaqda getməlidir. Bunu da aparmaq üçün bizdə nəqliyyat yoxdur. Biraz narahatsızlıq çəkirik. Məsələn, 100 pətərimiz varsa, istəyir 200 olsun. İnşallah sizdən davam eləyəsiniz. Təşəkkür edirik. Əyləşin. Buyurun Nazirə xanım. Özünüzlə söhbət elədim. Dedim, niyə ki elədim, niyə ki işlərimi görməyib. Məsələn, mən buradan getdim, tutan da çox hazırladım. Gecə saat 12-yə kimi onu qaynatmışam. Kiraz yığmışam, pişinə yığmışam, komfortumu qoymuşam, mürəbbəsini yetalıyım. Yəni, demək ki, hər şey bilirmişik. Amma elə bilirdik ki, bilirdik heç amma hər şey bilirmişik. Gələcək üçün bilirəm ki, nə ideya gəldi sizdə ki, mən deyilmə ki, bunu eləmirəm. Nə gəldi? Tut uşaqlayır, yəni neysə vaxt tut uşaqlayır dedik, amma quru qurdu. Quru güdürəndən qurdu. İndi məsələn, siz burada söhbət eləməyiz, mən indi o tutdan da həyatımızda tutmalıyız. Siz çox gözəl tut rəhmətlə elədiniz və s. Fikirləşməniz bir ondan irçal edin. İrçal nədir bilirsiniz? O bizim bölgəyə xasdır. Onu zaxtalı tavallar bilir. O bəkməz ki, o axıra çatanda seçmə tutlardan içinə atırsınız. Öyle bir tut mürəbbəsi olmur. Tutdan hazırlanmış irçal olur. Tam təbii olur. Ama gözlüksüz ki tut pişsin ağacı. Çünkü tut çok yumuşak bitki olsa da geç pişir. Mürebbə pişirəndə en çok suyu tut mürebbəsine pişir. Çok geç pişir. Teşekkür ederim. Buyurun Güzel Hanım. Onlardan böyle ayrılık, özümü havuzlaması pişirmek lazım. İnşallah o da var. Ama dün öncelik bir ara şimdi Yani ki ben sizin həmişə olan arzunuz Allah yerine yetsin. Yani bilən buradan təlimlərdən sonra sizdə nəsə bir ideya formalaşdı mı ki? Siz Şirnət evi açmaq istəyirdiniz. Amma dünən müstakil buradan ilhamlanıb Şirnət evi açsan da içində nəsə eləyərəm hiçbir şey aklınıza gəlmədi. Yeni bir ideya. Şinyatları geçirdi aslında. Tamam, teşekkür ederim. Sağ olun. Buyurun Seyhan Hanım. Ben düşünürüm ki ben biznesim var, sefrim var, güzelleri, seçtiğim var. Düşünürüm ki bu İtalya bir yemeği, bir seyahatinden size atarak bu bir seçtiğini ve çok da işleyeceğim. Seçtim hatıram, Ben ne güzel. dönem sesim çıkart Araya vereceğine verdiğiniz bu işçiye verin, altı işçilerde. Tamamıyla doğru. Hakikaten yani seçimleri çok, hakikaten çok toplumlu. Yine diyelim her şeyi yoldaşlar kullanmışlar. Burada rayona ancak bunlar düşündük. Ne güzel, çok güzel, çok sevindim. Yani sektörün idare
Dairəmiz neçə qadıdır? İstəyərdik ki, hamımızın ürəyinə keçdi, hamımızın özümüzün ayrı-ayrı düşanlarımız olardı. Siz dediniz ki, Sədoş, mənim də qızımın adı Sədoşdur. Mən də istəyərəm, Sədoş Bankası adı altında bir meyvənin mürəbbəsini meyvə, indi bir də tuşlu qoyuruq, ürək qoyuruq. Onun məsələsi öz adımdan istəyərəm, satışa verəm. Çox gözəl olar ki, indi inşallah təşəkkür edirəm. Əyləşin, bu Mehbar xanım, sizin də ideyanız, sizdə yayılan belə şurası ideya olacaq. Mən ideyamlarım çoxdan yazmışam da, xarlara da göndərmişim. İnşallah sizə lazım olan yerlərə. Bizim ildə keçirdiyimiz festivallar ki var, mən onun eynisini davamlı kiçik bir yer istəyirəm özümə. Həmin bu 12 xanımdan bir tərəfdə otaqları pişirsin. Onun içindədir, Bir tərəfdə var. Bir tərəfdə otaqlarımızı pişirsin, bir tərəfdə mürəbbə satışımız olsun, bir tərəfdə hər bir kəsin. Məsələn, bunun satışı mənim o hazırladığım, xəyalımda olan, festival qrubu olan bir binanın altında, məsələn, bunun bir stol olsun, bunun ayrı satış olsun orada. Amma qrupdan orada olsun. Özünə aid olan şeylər, xavərə aid olan şeylər orada olsun. Mən onu istəmişəm və inşallah yanında da bir kiçik bir təndiri olaraqdan o qrupların yaradılması, onu yazıb xaricində göndərmişəm, istəmişəm yerlərdə. İnşallah səsin çatlar, qıza da işlər verərlər. İnşallah yemeği aslında güzel. Teşekkür ederim her birinizə. Çok sevindim ki doğrudan da demək ki təlimdən sonra hər biriniz ilhamlanmışsınız. İdeyalar gəlib sizə, yeniliklər formalaşıb sizə. Mən istəyirəm sizin ideyalarınıza uyğun öz fikirlərimi də bildirim. Məsələn, Suna xanım deyir ki, mən istəyirəm ki, meyvələrimi yurdum, mənim də bir çay evim olsun. Baxın, məsəl üçün də Suna xanımın çay evi yoxdur, onu açmaq imkanı yoxdur. Əgər Suna xanım sizin kəndinizdə, yaxınlarınızda, qohumlarınızda elə bir şərait varsa, siz gedirsiniz ki, ay bacı, ay xala qızı, ay əmi qızı, mən belə bir şey eləmək istəyirəm. Amma mənim o çay evi açmaq bir yerim yoxdur. Sənin evin çayın kənarındadır və yaxud da münasib bir yerdədir. Gəl birləşək bunu eləyək. Oradan da Samira xanıma deyirsən ki, Samira xala, sıxanım, şirkətlər sizdəndir. Sonra oradan deyirsən ki, orada tutaq ki, xəmir xörəkləri eləsin, tutmalar səndəndir, xəmir səndəndir. Baxın, elə burada olan xanımlar, kimin əlində nə varsa, hər biriniz nəsə bir şey eləmək istəyirsə, amma deyirsiniz ki, bu imkanım yoxdur. Görürsünüz, imkanlar qət deyil. Siz hələlik birləşə bilərsiniz. Nəyi əmələ gətirirsiniz? Kooperativi əmələ gətirirsiniz. Bu kooperativə də ümumi bir hələlik ad verirsiniz. Kooperasiya haqqında Azərbaycan Respublikasının qanunu var. O zaman Kənd Təsərrüfatı Fabrikası Azərbaycan Respublikasının qanunu mülki məcəllərin kooperativlər əsas müddəalar təsdiqi isə verildi. Baxın 17, 23-cü il, 22-ci illərdə dövlət proqramı prezident tərəfindən verildiyi dövlət proqramı var. Və kooperativin əsas dəyərləri və prinsipləri var. Deməli, kooperativi yaradarkən demokratik birliyə nəzarət olmalıdır. Mən kooperativin sədriyəm, mən deyər olmalı deyə bir şey yoxdur. Hər şey səs vermək yoluyla olmalıdır. Qabaqcadan bir-birinizlə anlaşmanız olmalıdır. Könüllü və hər kəsə açıq tərəfdaşınız olmalıdır. Özüm indi naxçında elədi ki, hamı bir yerdə bir-birinə səhvdağat yoxdur. İndi hamı özünün şəxsinəsə evdə də nəsə eləyə bilir. Müstəqil imkan. Ay sağ ol. İndi gəlin baxaq görək. Baxın, kooperativlərin digər birlik formalarından nə ilə fərqlənir? Məsələn, evincilər var, digər qrup deyirlər. Yəni, onlarla nə ilə fərqlənir? Bax, mən bu qədər danışım sizə kooperativləri. Sizcə, kooperativ göstərir, düzdür. Kooperativlərin fərqi nədədir? Nə görürsünüz o fərqdə? Resurslarınızı birləşdirərsə, deməli, kooperativlərin 7 prinsip var. 1. Könüllülük və yeni üzvlərə açıq. Hər an yeni üzv gələ bilərsiniz. Dedim orada, ne dedim, biz bu işe sıfırdan başlamışız. Ne dedim yoldaşımla sirkte Bacaracaqsınız, 5 manatla biz yani o dereceden yapmışız. Ama zaman Bir her şey var, istek de var. Sadece olarak Nə əli baxırsan, az cüzi də olsa sənin normalyatın olmalı. Yox, niyə? Maddiyyatla çox əlaqəsi yoxdur, bir şey demədiniz. Sıfırdan başlanan biri olaraq deyim ki, mən
Birinci, üstün mağaz olarak da alacaqmışım. Mesela buradan bu şakan sana yiyeceğiz. Yok, ne diyorsun sana? Buradan alıram iş yerine. Ben 3 ay sana burada edeceğim. Çalıştırdım ama düzgün gücələr olur bir şey. 3 ay pul verib bilmir. Kömək edirsən, ya məsələn, müsiyyə olaraq yazılışıb götürürəm. 3 ay deyil, mən 10 gün tur okulları ödədim. Çünki niyə? Özümə inandım. Gecə gün yatmadım. Sizi inandırıram. Bazara gələcəksiniz. Məsələn, kremana bir mağazadan aldım. Kəndi pis oldu, yəni şəkəri, yumuşağı. Sizə maddi cəhətlə mənə nəzərdə kömək olur, deyəmsin. Mən nə deyirəm sənə, danışma qabiliyyəti olması xanımın dediyi odur, danışma qabiliyyəti. Mən bunu 3 ay içərisində mənə dəstək etmişim. Məsələn, mən uşağımı oxudan da deyilərdi. Nizamlamanın layihəsini birlikte oturup hazırlayız. Biz size nümunə verəsiniz. Ola bilsin ki, o nümunədə sizin daha parlaq ideyalarınız olacaq. Eğer da diyeceksiniz, bizim buna gücümüz çoktur, biz bunu elə etmək. Nizamlamanı yaxşı oxuyursunuz. Size hazır nizamları verip de eləmiyorsunuz. Okuyun, əlavələrinizi eləyin və yaxud da musta gəlmələri çıxarın. Sonra kim kapetini düzgüdürsə, ərizə forması sizə yazı verəcək. O ərizə üzv var, təsis yox. O üzvlər isə hər ay üzvlük haqqı ödəyəcək sizə. 1 manatdırmı, 2 manatdırmı, başa düşdünüz? O da sizin depozit fondunu olacaqdır. O da yıxılacaq ambarda, heç kim xərcləməyəcək. Əsas məsələyə baxın, bu bizim ən yararlı yerimizdir. Yəni sizdə Naxçıvanda sertifikatsız məhsulları mağazaya satmağa verə bilirsiniz. Tutaq ki, bankanız yoxdur. Ona görə də siz mütləq krediləşməni eləməlisiniz. Bunun üçün nə lazımdır? Bunun üçün bir istehsal müəssisəsi lazımdır ki, o istehsal müəssisəsi qida təhlükəsizliyinin bütün tələblərinə cavab vermək. Çox bir tələbi də yoxdur əslində. Yəni ki, bir otağınız o, bu məmulatların üçün çox sadədir. Amma mürəbbi istehsalı üçün çox ciddidir. Çünki orada qapalı yer olmalıdır. Yaş məhsulun girib çıxmaq üçün ayrı-ayrı qapısı olmalıdır. Avadanlıq üçün ayrı olmalı, giyinib soyunma otağı olmalıdır. Yəni, bu məmulatlar üçün nisbətən sadədir. Çünki bu məmulatlarını evin mətbəxində də eləyə bilirsən. Amma o birləri isə, məsəl üçün, adicə evinizdə mürəbbə bişirəni görürsünüz, arı da basıla bilir ora, çivit düşə bilir içinə, kəmərlər uçub gələ bilir, görürsən, meyvəyə yapışır. Başını açıq olur, tüp düşür içinə. Müştəri bir dəfə sizin mürəbbənizi aldı, içindən tüp çıxdı. Bir də sizdə mürəbbə alır, yox. Ona görə də mütləq qida təhlükəsizliyi qaydalarına riayət Biz olunmalı. qazan mürəbbəni pişirirdik, arada bizi yeyirdi. Sonra başladı odunla o pişirmək, bir daha gəlmədi. Odunla pişirəndə də tüstü dadı verir. Siz hiss eləmirsiniz onu. Məsələn, mən özümdən götürürəm ki, biz bu il bəhməzi, sizin dediyiniz kimi, çox böyük fındaqlarımız vardı. Orada budama işləri aparılmışdı. Bu yoxluq, ağaçlar vardı. Biz niyetlik onu ataq. Onunla götürüb bəhməz elədik. İndi yiyirəm, baxan tüstü yiyib, dadı var orada. Amma biz onu qoşdurduq. Bizdən gəlirlər, qoşdular. Su sistemlər. İkranı, bir də festivalda gəlir, aldı, apardılar. Gəldi ki, bu gün olacaq da olmuş. Bundan kimi çox Sənə deyil. edilməlidir. Kooperatifin adı və hüququ ünvanı Sədərək rayonu, tutaq ki, Aşağı Qazmalar kəndi, məsələn,
etməsə. Kooperativ fəaliyyəti müvəqqəti nəzərdə tutulduqda fəaliyyət müddəti. Yəni siz orada göstərirsiniz ki, bu kooperativ üçün fəaliyyət göstərəcək. 3 ay fəaliyyət göstərəcək, 30 il, 300 il, onun müddətini göstərirsiniz nizamnamədə. Kooperativin fəaliyyətinin məzmunu və məqsədi. Məqsədiniz nədir? Niyə yaradırsınız bu kooperativi? Ondan sonra kooperativin hüquq və vəzifələri. Sonra kooperativin pay haqqı fondunun, bunların hamısını danışdım mən sizə. Pay fondunun müəyyən edilməsi ki, təsisçilərin hərəsi bank hesabına 10 manat pul qoyur və ya 20 manat qoya bilərsiniz. Bax, bu qədər danışdım. Kooperativin üstünlüklərini heç hiss elədinizmi siz? Doğrudan da kooperativ, bax, indi işləyirik, donsudan. Kooperativ olsaq daha yaxşı olardı və ya əş, nə ediyoruz biz kooperativi? Nə fikirləşdirsiniz? Kooperativin razılığı bir şey. Kooperativin üstündən işləyəcəyiz. Dediğim gibi bir nəfərə satamayacaq, edəməyəcək bir şeyləri, hər kəsdə bir şeylər var. Edə bilir. Onu bir yere yığıb satmaq, çok büyük bir şey. Ona istihsal eləmək də böyük bir şeydir və başqa işçi qüvvədə cəlb edə bilirik. Və malını həyatında sata bilməyən qadınlar belə buna daxil ola bilir və o pulu qazana bilir. Eğer bugün 30 kilo satırıq dediğimiz turşuya, xiyarı və ya pomidoru, cənab qarantı 300 kilolu bu kooperativə verə biləcək. Və orada üzüldür və bu kooperativin gələcəyi var. Böyle bir şey değil. Və ya da dediğiniz ki, erişim olsun, və ya da lavaş olsun, və ya da süsü olsun, baklava olsun, nə şirkət olsun. Var, garanti var. Bugün sabah tortu elədim. Bunlara tortu elədim. Bunun yetkisi saxladığı bütün xarab edir. Zaman çeşdi, düzdür. Ama kooperativde saxladığı diye bir garantisi var. Çünkü oraya en azından mesela 15 nəfər girsə, biri bir şey alacaqdır. Bu birliği olacaktır. Birlikte de burada da olacaktır. Birliği olacaktır, beraberliği olacaktır. Çünkü tezbirliğe de biləcəyik. Köçəkli də o kooperativdə mesela istifadə edebiləcəkdir, evdə qadın da istifadə edebiləcəkdir. İşi bilməyən birisi belə ona baxıb havaslarını istifadə edebiləcəkdir və heç bir iş kurmasını cüzü yetməyən insan da orada nəsə edə biləcəkdir. En azından bir maaş şəklimiz öyle yarım maaş şəklimize kadar bir saatdən bir elində təsdiq yapılara dediğiniz malı verib sata bilər. Bir dolma belə düşəcəkdir sata bilər. Bir kilo düşəcəkdir sata bilər. Anladım. Onun alışı vardı da. Yüzlərlə elə düşəcəkdir sata bilər. Ben işe geldim, kısa bir şey değil, ben işe geldim kabaksa. İşe gitmeden kabaksa herkesten doğru bir gazdan özbek bölümü pişirirdim. Ceketin bir yeri var, verirdim oraya. Akşam mermazda tulum var. Bir denesini işlettirdin, düzdür. Ama işe dizilebilirdi. Başkası başka bir şey pişirirdi. Ben ne diyeyim? Başkası da olmak pişirirdi. O bir sonra yiyebilirdi. Başkası bir şeydi. Sahipçilerde satıldı. Orada əmələ gəlirdi nə? Kooperatif. Kooperativ, yəni ki, tutaq ki, bir dənə aş pişirəbilirdiniz, düzdür. Amma sizin aşı verdiğiniz yerde deyir ki, 10 dənəsini pişirsən də sataraq, gətir. Amma sənin gücün yox. Mən deyirəm, başqa sən o zaman sağ ol. Sən necə vərədəsinə yox. Öbürdə, məsələn, mən deyir ki, aşı pişirirsən, dolma da istəyirəm. Turşu da, bir dənə sıxında var ki. Turşu, qonşu turşusu qalmışdı, bir yerde turşuydu, arka gedirdi də. Biz harap oldu. Ben de bir çikolata turşusunu sattım. Güzel. Çok güzel. Yaxşı bence. Ben yavaş satıram. Orada da Yok. Ben de mesela demişim. Yok. Mesela, ben komşum tiyara geçir. Aynı sanki yoldan değil. Tiyara geçir. Ben onu paylaşa telefonumda. Bu kadın bir barazı geliyor. Bizim hayatın aşağısından korkutanlık olur. Ucu bu kadar yere çıktı, satır. O günlerin ben bir şey tiyara bir harda takmışlar başının üstünde gidiyor. kooperativin öz dizaynı olmalıdır. Məsəl üçün, hər hansı bir tutaq ki, kooperativ kimi, bax bu telefondur. Görürsünüz mü? Telefonun hər bir telefonu var. Bu telefon markasının öz dizaynı var. Bu digərinə bənzəmir. Birisi balacadır, lap kablonu götürər. Bu kablonu görürsünüz, belə yumuşağı da var, belki de var, pələk olan da var. Yəni ki, o hər istehsalçının nəyi var, dizayn forması olmalıdır. Sonra birləşmədə siz göstərməlisiniz ki, sizin məhsulunuzun saxlama müddəti nə qədərdir? 2026-cı ilin iyunun 12-sindən tutaq ki,
güzəli bilməlidir. Hemen yürüdüm. Tutaq ki, ayran ilk də var, bugün biz ev ayranı da var. Biz ev ayranını tercih ederiz. Yəni ona görə də mütləq dadına fikir verməlisiniz. Bəs xərclərdə kooperativ və ümumi texnikası daşıma vasitələrinin olması xərclərini azaldacaq, əvəzində daha çox məhsul əldə edirlər, gəlirlər daha da artıq bunu bilməyə nə var ki, belə hər birinizə uğurlar arzulayıram, gözəl bir kooperativ qurmağı, kooperativdə gözəl məsuliyyətdə uğurlar qazanmağı arzulayıram. Mən çox ümidliyəm ki, siz doğrudan da gözəl kooperativ olacaqsınız. Amin inşallah. Hər birinizə təşəkkür edirəm ki, bizim qiymətləndirməmiz var. Qiymətləndirməmizi də aparaq ki, bir də qiymətləndirməni aparmaqdan əvvəl mən istəyirəm ki, siz əvvəlcə deyəsiniz təhlilini aparaq ki, bugünkü təlimdə kim nə öyrəndi? Mən bugünkü təlimdə nə öyrəndim? Bugünkü təlimdə öyrəndim ki, mənim işçilərimin hamısı məndən qorxurmuş, təklifim demə hamısının bilinç altında öz fikirləri var imiş. Heç biri demirmiş, hər şey məndən gözləyir. Amma bugün bildim ki, bunlar həqiqətən hər şey var imiş. Sen altına nasıl yerdirmişsin? Amma heç kim mənə heç nə demiyor. İndi hamısı pürüzə verdi ki, bunlar öz planları var və məni sevindirdi. O kadar. O təşkilatçılığın altında belə bir şey gözləməkdir, öz fikrini ifadə eləmək, bilə seçmək, yoxsa bu buna bizə yaşayır. Halbuki, hər kəs öz fikrini paylaşsa, kimlərə daha bizə yaşayırlar. Yox, elə deyil, biz nədir? Bax, sizə belə deyil, Norveçdə. Hər kəs öz fikrini saxlasaydı, əgər, mehbaya bunu 10 qatım edərdi bərabər. Bəlkə də kooperativ qurulmuşdu. Çünki hər kəs öz fikrini dediği kimi çatdırmasını bilərsə, çox gözəl bir şeydir. Kooperativ qurmaq həm çox çətindir, həm də çox asan bir şeydir. Deyək ki, Ordubadda olan, başqa kəndlərdə olan, məsələn, bizim kənddə çaşır olmur, baldırğan olmur. Bunları başqa yer, amma mən yenə də onların satışını təşkil edirəm. Niyə təşkil edirəm? Çünki oradan da tanışlarım var, oradan da rezidentlərim var. Onlar da məndən məhsullar olur. Məsələn, Abqorada kimlərsə istəyir, heç çox yerdə bilinmir Abqora nədir, mən onu hazırlamağa başlamışım. Yəni, bir-birimizə dəstək ola gəlir bura qədər. Şükür Allaha, çox şükür. Sana xanımlar. Yox, sizdə maşallah 165 növbə məhsul. Zəhmət olmasa sayardınız da onlar heç olmasa 15-ini, 20-sini. 15-ini saymaq bir dəqiqəlikdir. Bax, 15-ini saymaq bir dəqiqə. Bax, adi ərişdə, xəncəl, yarpaq xəncəl, yarma, qovud, bax bunlar bir ayrı dursun. Keçdik qavurmaya, kuşonqaya, qaşa. Bircə dəqiqə. Məsəl üçün, tutaq ki, o məlumatlardan danışırsınız ki, az şey saymamışsınız. Yəni ki, onları bütün təsirlərdə edirsiniz, yoxsa ki, Yox, onlar sentyabr ayından başlanır, hazırlanır, ta may ayına qədər satışı da təşkil olunur. Bir dənə qar yağanda qurumur. Orada dayanır. Yaxşı, bəs siz o soyuq aylarda ancaq xəmir məlumatları mı edirsiniz? Onda da qovurmalarımız. Məsələn, oktyabr, noyabr ayında ancaq qovurmalarımız var. Qovurma nədir? Mal ətindən qovurma, Naxçıvan qovurması ən məşhurdur. Bana ehtiyacınız ola bilər. Neçəsinə ehtiyacınız var? Qaralıyım. Değerli götürürüz. Anneannem diyordu dilersin. Hamile yok. Nereden daha faydalanmanız? İşçi götür, dedi ki yok ben işçi istemem. Değişti mi? Çok seviyorum. O da kooperatifin en güçlü noktası. Bunun tamamı var. Burada ışık var. Size Teşekkür